Bəli. Histologiya nədir? Histologiya hüceyrə haqqında elmdir. Yunan sözüdür, sitos sözü hüceyrə deməkdir, loqos sözü elm deməkdir. Hüceyrənin öyrənilməsi, hüceyrənin nəzəriyyəsi, hər şey histologiyada öyrənilir. Histologiya Yunan sözü oldu demək, sitos oldu hüceyrə, loqos oldu elm. Hüceyrə haqqında elmdir. Burada bütün canlıların hüceyrələri nələr varsa, onlardan təşkil olunan nələr varsa, bütün məsələn hüceyrənin haqqında, hüceyrənin tərkibi haqqında, onun hüceyrə hansı orqanizmlərə aiddir, nələr varsa, hər şeyi öyrənəcəyimiz bölmə histologiya bölməsidir. Birinci onu bilək ki, məsələn, canlıların ilk 6-cı sinif dərsində demişdik ki, nədən təşkil olurdu bütün canlılar? Hüceyrədən. Hüceyrə, Əksər canlılar, bütün deməyək, əksər canlılar hüceyrədən təşkil olunur. Hüceyrədən sonra yaranırdı nə? toxuma, Sonra, orqan, sonra, orqanlar sistemi, orqanizm. aha, bəli, orqanlar sistemi, orqanizm, əla. Bax, Sima, hüceyrə bütün canlı orqanizmlərin, hansı ki, hüceyrə tərkibi olanlar varsa, onların inkişafını, quruluşunu, onların nə qədər, yəni daxilində olan canlı orqanizmlər nə qədər funksional daxili vahidləri varsa, quruluşları, inkişafları, hər şeyi öyrənən hüceyrədir. Yəni hüceyrə onların başlandığı nöqtədir. Belə yadda saxla. Orqanizmin hüceyrəsinin quruluşudur, kimyəvi tərkibidir, funksiyalarıdır, bunların çoxalmalarıdır, ətraf mühitə uyğunlaşmalardır. Hamısını öyrənir bu bölmə. Yəni bir sözlə hüceyrə bütün canlının başlanğıcıdır deyə, orqanizmin hüceyrəsinin quruluşu, kimyəvi tərkibi, funksiyaları, bunların çoxalması, inkişafı, ətraf mühitə uyğunlaşmaları, hər şey bundan asılı olaraq dəyişir, olur histologiya bölməsi öyrənir bunu. Bu bölmə öyrənəcəyik ki, məsələn, bir canlı verəcəyik, bir hüceyrəli canlılardan, məsələn, deyəcəyik ki, bir hüceyrəli canlıların onun funksiyaları nədir, çoxalması necə olur, inkişafı necə olur, ətraf mühitə uyğunlaşma xüsusiyyətləri necə olur, hamısını öyrənir histologiya bölməsi. Canlılar özləri ikiyə də bölünür, bilirik ki. Neçə hansılar idi? Bir hüceyrəli, bir də çox hüceyrəlilər. Bir də çox hüceyrəlilər. Sema, bir hüceyrələr deyəndə belə yadda saxla ki, bığlar, bax bığlar, bitkilər, bakteriyalar, bir də heyvanlar, göbələklər. Bunlar bir hüceyrələrdir. Çox hüceyrələrə də yenə heyvanlar, göbələklər, bir də əksər bitkilər. Bax, eyni şeydir. Burada sadəcə olan bir hüceyrələrə bakteriya da aiddir. Bax, görürsən, BHC, BHC eyni şeydir. Bir dənə bura nə aid oldu? Bakteriyalar. Falan, məsələn, biologiya çox əzbər hissədir. Belə nə bilim şifrə ilə falan öyrənməyə, yadda saxlamağa çalış, yoxsa yaddan çıxır. Gözün qabağında sxematikləşdir, elə yadda saxla. Demək, canlılar ikiyə də bölündü. Bir hüceyrəli canlılar, çox hüceyrəli canlılar. Bir hüceyrəli canlılar hansılar oldu? Bakteriyalar oldu, bitkilər oldu, heyvanlar oldu, göbələklər oldu. Çox hüceyrələrdə də əksər bitkilərə aid oldu, heyvanlar oldu, göbələklər oldu. Hüceyrələr bəs quruluşuna görə bu canlılar idi. Bəs hüceyrələr quruluşuna görə neçə yerə bölünür? Hüceyrələr quruluşuna görə 3 dənə hissədən ibarət olur. Qlab, sitoplazma, bir də nüvə. 3 dənə hissəsi var həmin hüceyrənin. Nüvənin özü isə 2 hissədən ibarətdir. Nüvəsi olanlar, bir də nüvəsi olmayanlar. Nüvəsi olanların adı nə idi? Eukaryotlardı, eukaryot. Nüvəsi olmayan prokaryotdur. Prokaryotlar, pro əvvəl deməkdir bu arada. Karyotdakı nüvə deməkdir də. Yəni nüvədən əvvəl, nüvəsi olmayan deməkdir. Nüvəsi olanlar isə bu eu sözü yaxşı görünən deməkdir. Karyon nüvə deməkdir. Yəni yaxşı görünən nüvə deməkdir. Görsən, yaxşı, eu yaxşı dedi. Nüvəsi olan, yəni nüvəsi yaxşı görünən, demək nüvəsi olandır. Bunlara hansılar aiddir? Bilirsən ki, prokaryotlara hansılar aid idi? Nələrə aid idi? Deyə bilərsən? Prokaryot canlılara. Hansılar aid idi Sima? Səsin bağlıdır Sima, buradasan? Bakteriyalar, Bəli, bəli. Prokaryot bakteriyalar. Bəs yaxşı, eukaryot hansılara aiddir? eukaryotda Hı -hı. göbələklər, Yerdə qalanlar bitki, yəni 4 dənə hayır, aləm var. bitki, Bitki, göbələk, heyvan. heyvan, göbələk, bəli. Bunlar bir dənə bakteriya da aid olur, nüvəsi olmayan. Gəldik nəyə? Bu arada virusları histologiya elmi öyrənmir, bunu da deyim.
Çünki virus zəhər deməkdir və bunu virusologiya elmi öyrənir. Çünki həm də virusların hüceyrəsi yoxdur axı. Bunun hüceyrəsi yoxdur deyə hüceyrəni öyrənir də sitologiya elmi. Bunun hüceyrəsi yoxdur deyə virusları biz öyrənmirik. Sitologiya elmi öyrənmir. Virusologiya elmi öyrənir. Aydındır mı burada? Və yadda saxla Hə, birdən virusologiya elminin öyrənmədiyi sahə viruslardır. İlk mikroskop. İlk mikroskop. Düşür. Zaxari Yansen övladları, oğulları, ilk hüceyrə desə Robert Hooke, ilk mikroskopda canlı hüceyrəni görən 270 dəfə böyüdən, mikroskopu düzəldən Leeuwenhoek və ilk hüceyrə görəndə onları animalkulyuslar adlanan yenə Antoni van Leeuwenhoek. Necə yadda saxlayasan? Hüceyrə, hüceyrə, Hooke. Belə Yansen övladları ilk mikroskopuydu. Bir də o ilk dediyi animalkulyusları görən, ilk canlı hüceyrələri görən 270 dəfə Antoni Van'ın Antoni, bəli, Antoni van Leeuwenhoek. Bir də ilk hüceyrəni görən Robert Hooke, hüceyrə, mikroskopa da qaldı Yansen. Çox, bu da belə bax testlərdən budur. Uşaqlar qarışdırırlar bunları, yadda saxla. Hüceyrə nəzəriyyəsi deyilən bir şey var burada. Hüceyrə nəzəriyyəsi. Çox diqqətli olaq. Hüceyrə nəzəriyyəsi nədir? O vaxtı Şvan tərəfindən 1839-cu ildə ilk yaranan nəzəriyyədir bu. Dörd dənə müddəası var bu nəzəriyyənin. Birinci nəzəriyyəsi nədir? Birinci nəzəriyyəsini Karl Bell demişdi ki, hüceyrə bütün canlıların ən kiçik quruluş vahididir. Yəni o dediyinə görə bunu demişdi Şvan, Teodor Şvan deyibdi ki, ən kiçik quruluş vahididir. Həqiqətən də elədir. Karl Bell-də deyib ki, inkişaf vahididir. Bunu birləşdiriblər, deyiblər ki, Theodor Şvan tərəfindən, yəni bu 1839-cu ildə yaradılan nəzəriyyənin inşallah. dörd müddəasının, bəli, ilk nəzəriyyəsini Şvan deyibdi deyə deyiblər ki, hüceyrə bütün canlıların ən kiçik quruluş vahididir. İnkişaf vahidi deyən isə Karl Bell olub. Və bunları birləşdiriblər, adlandırıblar birinci müddəanı. Hüceyrə bütün canlıların ən kiçik quruluş və inkişaf vahididir. Yəni Karl Bell ilə Theodor Şvanın fikirlərini cəmləşdiriblər. İkinci nəzəriyyə isə bu artıq biraz elə bil ki, daha dərini görməyə başlayıblar. Elə yadda saxlayaq. Yenə Şvan deyirdi ki, bütün orqanizmlərdə hüceyrələr quruluşuna görə, kimya tərkibinə görə, həyat fəaliyyətinə görə, maddə mübadiləsinin gedişinə görə bunlar oxşar olurlar. Bu artıq görürsən birinci hüceyrəni gördü ki, ən kiçik quruluş vahididir. Sonra başladı onun haqqında fikir bildirməyə ki, hüceyrələr quruluşuna görə, kimya tərkibinə görə, həyat fəaliyyətinə görə, maddə mübadiləsinin gedişinə görə oxşar olur. Bunu da dedi Teodor Şvan. Üçüncü müddəada isə Virxov dedi ki, hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə. Artıq burada həyat fəaliyyətindən bax qurtardıq. Maddə mübadiləsinin gedişinə görə bunu mübadilə elədiyi fikrimizdə artıq Virxov burada onu bölünməsi haqqında bir fikir bildirir. Birinci ilə birlikdə görsəm ən kiçik quruluş, görünüş haqqında dedik. Sonra onun həyatdakı fəaliyyətini dedik, həyat fəaliyyətinə görə, maddə mübadiləsinə görə böldülər. Üçüncü isə artıq o həyat fəaliyyətində elədiyi bir proses, bölünmə prosesi haqqında fikir bildirildi. Bu ardıcıllığı yadda saxla, yəni əzbərləmə. Başında yadda saxla belə qısa cümlələrlə. Dediyim, yəni başa düşməyə çalış. Testdə də görən kimi, bir dənə cümləni görən kimi biləsən. Ardıcıllıq yadına düşəcəkdir. Bunu isə Virxov dedi ki, cəmləşdirdi üçüncü müddəanı. Dedi ki, hüceyrələrin çoxalması, onların bölünməsi yolu ilə baş verir. Hər bir yeni hüceyrədə bölünmə yolu ilə ana hüceyrədən yaranır. Yəni onun dediyinə görə hər bir yaranmış yeni hüceyrə, məsələn bu hüceyrədən bu hüceyrə yarandısa, bu hüceyrə deyir ana hüceyrədən götürür başlanğıcını. Bölünür, bu bölünür, bu hüceyrələri yaradır və bunlar öz başlanğıcını ana hüceyrədən yaradır. Bunu deyirdi Virxov. Dördüncü isə daha mürəkkəbdir. Belə yadda saxla. Mürəkkəb sözünü görəndə dördüncü ən son mürəkkəb olandır. Mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdir. Hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşır və orqanlara, toxuma və orqanlara əmələ gətirir. Bunlar da bir-biri ilə sinir və humoral sistemindən tənzimlənir. Yəni ən uzun, ən belə mürəkkəb olan dördüncü müddəadır ki, bütün fikri cəmləşdirib. Bunu da deyən kim idi? Teodor Şvan idi. Bax bu ardıcılığı yadda saxla. İndi mən rastgele bir dənə müddəa deyəcəm. Sən deyən hansı müddəadır? Deyirəm ki, hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hansı müddəadır? 1, 2, 3, 4. 2, Bax, hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. 3-cü, 3, bəli. Deyirəm ki, hüceyrə bütün canlıların ən kiçik quruluş və inkişaf vahiddir. 1,
Düzdür. Deyirəm ki, mürəkkəb quruluşu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşır, toxuma və orqanlar əmələ gətirirlər. 4. Bəli. Deyirəm ki, bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə görə, maddələrin mübadiləsinin gedişinə görə oxşar olur. 2. Düzdür. Gördün? Bax bu ardıcıllıq. Birinci fikir bildirdik ki, ən kiçikdir, gördük. Sonra başladıq onun həyatdakı fəaliyyətindən danışdıq. Sonra üçüncü müddəada artıq həyatdakı fəaliyyəti nədir, çoxalmadır, ondan danışdıq. Dördüncüdə isə mürəkkəb sözü işləndi. Mürəkkəb olan ən sonuncu elə bil hamısını cəmləyib bir dənə müddəaya toplayıb deyirlər. Bunu da dedi Teodor Şvan. Və bu arada və bu ardıcıllıqla yadda saxlayaq. Teodor Şvan və Matias Şreyden səhvən hesab edirdi ki, hüceyrəvi quruluşa sahib olan orqanizmlər qeyri-hüceyrəvi quruluşlu maddələrdən əmələ gəlirlər və bunu səhv deyirdilər. Yəni əslində üçüncü müddəada Virxov bu fikri bunun əksinə söyləyir. Ona görə də Şvanla Şleydeni o yanıltmış olur. Üçüncü fikir axı Virxov idi. Deyir ki, hüceyrələrin çoxalması onların bölünməsi yolla baş verir və hər bir yeni hüceyrə, və bu yeni hüceyrə deyir ki, başlanğıcdan götürürüz başlanğıcını ana hüceyrədən götürür. Amma Teodor Şvanla bunu Virxov deyir. Amma Teodor Şvanla Mates Şleyden, yəni Şvanla Şleyden də heç bunun soyadı lazım deyil. Şvanla Şleyden şılar səhv deyirdilər. Deyirdilər ki, hüceyrəvi quruluşa sahib olan, məsələn, bu hüceyrəvi quruluşlu bir orqanizmdirsə, bu qeyri-hüceyrəvi quruluşlu maddələrdən əmələ gəlir. Yəni heç hüceyrəsiz bir maddədən əmələ gəlir hüceyrəli. Bu səhv deyirdi. Amma Virxov da bunu tamamilə əksinə dedi ki, yəni hüceyrə hüceyrədən başlanğıc götürər də. Sadəcə hüceyrə bölünür, yeni hüceyrə yaradır. Ona görə Virxovun dediyi daha məntiqli idi. Elə bil sən deyir, bunlar Şovanla Şleyden belə deyirdilər ki, elə bil insan övladı itdir, pişikdir. Və yaxud da it və yaxud da pişik başlanğıcını insandan götürür. Və bunun dediyi o mənaya gəlirdi. Amma Virxov deyir ki, yəni insan, uşaq öz başlanğıcını anasından, atasından götürür. Yəni bu daha məntiqli idi Virxovun dediyi. Ona görə bunu düz hesab elədilər. Yaxşı. Bir dənə də qeyd deyim sənin üçün. Bunu da yadda saxla. Qeyd. Bu qeyd birdir. Bax, düşür. Qəbul sualında düşə bilər. Virxov fikrini, kimin fikrini yanıltmışdı? Şvanla Şleydenin fikrini. Niyə yanıltmışdı? Çünki onun dediyi məntiqsiz idi. İzah elədim. Onlar deyir ki, qeyri-hüceyrə başlanğıcdan götürdülər. Sonra qeyd 2 nədir? 20-ci əsrin əvvəllərində Beer məmələrin yumurta hüceyrəsini kəşf elədi. Qeyd 2-də deyirəm. Bax bu Karl Beer var deyə birinci müddəamız. Birinci müddəamız nə idi bizim? Hüceyrələr ən kiçik quruluş və inkişaf vahididir. Aha. Bax o 20-ci əsrin əvvəlində Karl Beer bu fikri elə belə deməmişdi. O yumurta hüceyrəni kəşf eləmişdi, məməllərin yumurta hüceyrəsini. Ona görə bütün çoxhüceyrəli orqanizmlərdən mayalanmış nə qədər yumurta hüceyrə varsa, onların ziqotdan başlanğıcını götürdüyünü demişdi. Ona görə bu fikirdən sonra artıq birinci müddəa yarandı ki, o gəldi birinci müddəada qeyd elədi ki, hüceyrə bütün canlıların ən kiçik quruluş və inkişaf vahididir. Yəni bunu o tam sübut elədi ki, yumurta hüceyrəni kəşf elədi. Ondan sonra bildi ki, həqiqətən də bu yumurta hüceyrədə bu bütün hüceyrələr başlanğıcı olur. Yəni bunların ən kiçik quruluş vahidi, inkişaf vahidi hüceyrədir. Hüceyrədən başlanğıc götürür hər şey. Ona görə bu da bir müddəadır. Yəni düşür ki, ilk dəfə yumurta hüceyrəni kəşf edən kim idi məməlilərdə? Karl Beer idi. Və o bu fikrindən sonra bu müddəanı getdi yaratdı. Üçüncü müddəa yadda saxla. Üçüncü qeyd 3. Dördüncü müddəa. Bax bu müddəa. Heç bir bakteriya, heç bir xlamdamonoda, heç bir xlorella, heç bir qov göbələyi, heç bir maya göbələyi, bir sözlə bir hüceyrələrə aid deyil. Dördüncü müddəa. Çünki niyə? Çünki demişəm ki, dördüncü müddəanın bir dənə cümləsinə diqqət elə. Deyirəm ki, mürəkkəb quruluşlu çoxhüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşırlar, toxuma orqanlara əmələ gətirirlər. Çoxhüceyrəlidən gedirsə, bakteriya bir hüceyrəlidir dedim. Xlorella xlamdamona da bir hüceyrəlidir. Qov göbələyi, maya göbələyi bir hüceyrəlidir. Harda bir hüceyrələr gördünsə, dördüncü müddəa buna aid deyil götürəsən. Aydındır? Və dördüncü Bəli. müddəanı təzyiq eləyir bunlar. Yaxşı, gəldik hüceyrənin hissələrinə. Bayaq mən dedim ki, hüceyrənin 3 dənə hissəsi var. Hansı hissələrdir Simin? Qlaf, stoplazma nüvə. Aysel, qlaf, sitoplazma, nüvə. Qlafdan danışaq. Görək bu qlaf nə olan şeydir? Qlaf örtükdür sanki. Qlafın xarici hissəsi var. Bunu belə bölüm çox danışacağım bax. Qlafın xarici hissəsi var, bir də daxili hissəsi var. Xarici hissəsi, daxili hissəsi. Xarici hissəsi təbii ki, bitkilərdə də var, heyvanlarda da var. Çünki belə
Belə düşün. Yəni belə bir şey yoxdur. Sadəcə belə məntiqlə yadda saxla da, əzbərləməyək. Biz məntiqlə hardasa yadda saxlayaq ki, elə bir bitki ilə, bitkinin qabığıyla da heyvanın dərisi eyni şeydir. Qlaf örtükdür də elə bil. Eyni deyil. Ona görə xarici hissə deyən ki, o Bəli. dəqiqə yadına gəlsin ki, fərqli-fərqli şeydir. Bunlar bölünür. Bitkidə ayrıdır xarici hissə, heyvanda ayrıdır. Amma daxil olaraq bunların hər ikisinin daxilləri eynidir. Hər ikisinin daxilində də məsələn orqanları, hərəsinin özünə məxsus orqan yerləşir. Elə yadda saxla ki, yəni bunlar nədir? Plazmatik membrandır bunların daxil orqanları. Plazmatik membran daxili orqandır. Xarici orqanlar bitkilərdə, göbələklərdə, bakteriyalarda hüceyrə divarıdır. Xarici hüceyrə divarıdır. Heyvanlarda isə glikokalixdir. Helikopter. Aysod. Necə yadda saxlayacağıq? Bax, Sima, xarici foton o dəqiqə hüceyrə divarına plazmatik membranı çox qarışdırırlar. Çünki 6-cı sinif kitabında o vaxtı qəbul kitab materialında çox qarışıq yazılmışdı. Elə uşaqların da əksəri mən görmüşəm ki, bu hissədə axsayıblar. Qarışırlar plazmatiklə hüceyrə divarında. Divar nə deməkdir? Divar səth deməkdir də. Görsən evlə çölü ayırır da. Məsələn, evi tikirlər, zabor çəkirlər, divar çəkirlər ki, bu çöllə xaricdən onu bağlasın ki, xaricdəkilər görməsin də evin içini. Zabor çəkirlər. Elə bir sərhəd deyirlər. Bu da elə. Xarici hissə deyəndə divarı götürəsən. Xarici görəndə. Elə bir xaricdən ayırır. Bax, elə yadda saxla. Ki, xarici hissə gördüyünüzdə divardır. Daxil hissə deyəndə də membrandır. Membran nə deməkdir? Daxil hissədir də. Ona görə bitkilərdə, göbələklərdə, bakteriyalarda hüceyrə divarıdır xarici hissə, heyvanlarda glikokalisidir. Bəs yaxşı, bu glikokalis nədir? Bu hüceyrə divarı nədir? Necə olan şeydir? Yadda saxla ki, bunların adları var. Hüceyrə divarının bitkilərdə adı sellulozadır. Selluloza. Göbələklərdə xutin, bakteriyalarda daha doğrusu, heyvan deyirəm, bakteriyalarda peptidoglikan bunlardır. Bu sizə düşəsi deyil. Əsasən deyim prosto bil, peptidoglikan. Sadəcə bitkilərlə göbələkləri bilsən bəs eləyir. Bitkilərdə sellulozadır, göbələklərdə xitindir. Heyvanlarda glikokalixdən danışdıq. Bu glikokalix nə deməkdir? Glikokalix zülal və lipidlərə malik polisaxaridlərdən təşkil olunur. Yəni ki, kristal hidratlardan təşkil olunur. O karbohidrat tərkibli maddələr var ya. Karbohidrat malikli, karbohidrat tərkibli olanların hamısı da aiddir bax bunlara. Bu sellulozadır, xitindir, peptoglikandır, bunlardır, bunlara aiddir. Yəni bitkidə, heyvanda, göbələkdə bu hüceyrə divarından təşkil olunanlarda karbohidrat tərkiblidir. Bax deyim, yadda saxla, karbohidrat tərkiblidir. Bu zülal və lipidlərdə, bunlarda da karbohidrat tərkiblidir. Sadəcə bir şey var ki, bunlarda yadda saxlamaq lazımdır ki, zülal və lipidlərə malikdir bunlarda. Zülal və lipidlər olursa heyvanlardadır, yox selluloza, xitinli, peptidoglikandır, nədirsə ondandır. Peptoglikan. Bunlarda karbohidrat tərkiblidir, hüceyrə divarına aiddir. Aydındır bunlar. Yadda qalar, Bəli. qarışdırmaz. İkisi də karbohidratdır. Yes. Sadəcə zülal lipid deyəndə budur. Heyvanlara aiddir zülal lipid deyəndə. Belə yadda saxla. Zülal yağ deməkdir. Biz də nə edirik? Heyvandan yağ alırıq da. Bitkidən almaq olmur ki Bəli. yağı. Deyirsən ki, buna zülal lipid tərkiblidir. Zülal lipid heyvan. Necəsə yadımızda saxlayaq bizlər. Gəldik daxili hissələrə. Daxili hissəsi dedik hər ikisindən membrandır, plazmatik membrandır. Bütün canlılarda olur. Nə qədər canlı tanıyırsan, hamısında plazmatik membran olur. Zülal, lipiddir, sonra karbohidratdır. Bunun da tərkibində bu üç olur. Zülal da olur, lipid də olur, karbohidrat da olur. Zülal, lipid, karbohidrat. Aydındır bu da. Bəli. Çıxardıq. Bax, demək belə nəticə çıxartdıq ki, zülal, lipid, karbohidrat kimdə oldu? Heyvanlarda Plazmatik və membranda, arısı heyvanlarda və və plazmatik bitkilərdə. membranda. Və yox, var, daxil hissədə də həm bitkilərin daxilində, həm də heyvanların daxilində plazmatik Hı membranda. -hı. Aha. Gəldik indi plazmatik membran görək nədir? Bunu dedik. Bəs mənası nədir plazmatik membran? Plazmatik membran iki dənə lipid cərgəsindən təşkil olunur. Bax, bilsən necə olur bu? İki dənə belə cərgəsi olur plazmatik membranın. Daxil hissə daxil dedik. Daxildən örtən hissəsidir. Düşün ki, bunlar belə olur. Bunlar lipid cərgəsidir. Bax, plazmatik membran quruluşunu çəkirəm. Belə olur. İki dənə lipid cərgəsi var. Və bunlar lipid cərgəsidir. Bir lipid qatından iki dənə cərgədən ibarətdir. Zülallar var burada plazmatik membranda. Bu dedim axı, bayaqki plazmatik membranlar nədən təşkil olunmuşdu? Deyirdiniz, zülallar, yağlar, Zülal, karbohidrat. e, Aysun. bəli. Bu zülallar harda yerləşir bəs? Yadda saxla. Tam burada daxil olan zülallar daşıyıcı funksiya daşıyır. Yəni suda həll olan nə qədər maddələr varsa, onlar hüceyrənin içərisinə daxil olacaq deyə
Bu zülallar olur bu tərkibində. Zülallar yerləşir plazmatik membranda. Glikolipid var bir də glikoprotein var. Glikolipid dedim axı zülallardan və lipidlərdən təşkil olunubdur. Görək bu lipid nədir? Bu lipid nəyə yarayır? Yadda saxla karbohidrat molekulları əgər lipidə birləşərsə karbohidratlar, lipidə birləşərsə glikolipid adlanır. Glikoproteində əgər karbohidrat molekulları zülala birləşərsə, zülaldısa proteindir, protein. Glikoprotein deyirlər buna. Lipidə birləşərsə həmin karbohidrat molekullar deyirlər glikolipid. Aydın olar bu da. Ben Aha, bax bu glikoprotein var. Bax bunun funksiyası səncə nə olur? Protein sözü sənə tanış gəlməlidir idmandan falan. Səncə ben neyniyər bu? protein şekilde alandırar. Yəni bəli, sanki belə olurdu. Elə bir e, götürür bir dənə hüceyrəyə daxil olan maddəni. Hüceyrəyə daxil olan maddənin o tanınmasını sanki onu tanıdır. O tanım var, bu Hı tanıma hı. glikoprotein sanki bunu tanıdır. Protein də elə bil ki e, bu sən dedin nə üçün istifadə olunur? Gıdalandırma. Qidalandırma, hə. Və düşün ki, qidalandırır, bunu tanıdır. Və birinci götürək ki, məsələn, məadaltı vəzidir. Məadaltı vəzinin insulin hormonudur. Bu insulin hormonu ifraz olunur. İnsulin hormonu gedir qaraciyər hüceyrələrinə təsir edir birinci. İnsulin hormonu və məadaltı vəzdir. Bu insulin hormonunu ifraz elədi. Bu insulin hormonu gedir qaraciyər hüceyrələrinə gəlir, təsir eləyir. Bu da qaraciyərdir. Bu qaraciyər hüceyrələrinə gəldi, təsir elədi. O zaman qaraciyər hüceyrələri qandakı qlikozanı götürür, çevirir qlikogenə. Glikozanı qlikogenə çevirdi. Və həmin bu hüceyrələr, qaraciyər hüceyrələri. Sonra insulin hormonu gördü ki, beyinə, ürəyə, digər orqanlara təsir eləmir. Niyə immuni bura təsir eləyir? Çünki həmin hormonun tanınmasını təmin edən burada glikolipid var, glikoprotein var. Ona görə glikolipidlə glikoproteinin əsas funksiyası deyirik ki, hüceyrəyə daxil olan maddənin tanınmasını təmin etməkdir. Bu artıq tanıdır ki, yəni bura qaraciyər, sənin işin burayla, başla, ürəklə deyil. Bunu təmin edən Hı hı. glikolipid və glikoprotein olur. Aydın oldu burada Simizər. Ben Sonra gəldiyi xolesterin dənəcikləri deyilən bir şey var burada. Xolesterin dənəcikləri. Bu nədir? Xolesterin dənəcikləri sırf heyvanlarda olan bir şeydir. Çünki onlarda hüceyrə divarı yoxdur axı. Bunlarda hüceyrə divarı var, yox. Hüceyrə divarı bəyan etmək yalnız var. Ben yazmışam bunu. Hara getdi o? Bax, hüceyrə divarı harda var? Yalnız demişəm, bitkilərdə olur. Ona görə deyirsən ki, bu xolesterin dənəcikləri ancaq heyvan hüceyrələrində olur. Çünki bu hüceyrə divarında yerləşir də özü bunun. Hüceyrə divarında yerləşir deyə xolesterin dənəcikləri onları da heyvanlarda var deyə, bitkilərdə yoxdur deyə, onun üçün bitkilər üçün də xarakterik deyil bu dənəciklərin olması. Hüceyrə divarı olmadığına görə bunlarda plazmatik membran çox hərəkətli olur, yumşaq olur və belə çox hərəkətliliyi var. Xolesterin dənəcikləri lipid qatının arasında yerləşir və burada. Lipid qat çəkmişdir və burada. Burada xolesterin dənəcikləri olur və həmin bu hissədə. Dənəciklər burada yerləşir. Bu lipid qatının arasında yerləşir, ona başlayır möhkəmlik verməyə. Sanki bu iki cərgə ilə düzülmüş lipiddir. Bu lipidlər də yumşaq olur da. Ona görə bunlar xolesterin dənəcikləri sanki bununla sütundur. Sütun kimi tutur. Yəni deyirsən ki, möhkəmlik verir bunların nisbətən. Xolesterin dənəcikləri. Başa düşdük bu xolesterin dənəciklərdə. ben Yaxşı. Gəlir plazmatik membranın funksiyalarına. Bunun funksiyaları nədir bəs? Bax, plazmatik membran nədir? Bir dəqiqə yəqin deyərsən ki, təsirlərdən qoruyur. Bu düzdür. Niyə? Çünki səth funksiyası daşıyır da. Canlı hüceyrəni ətraf mühitdən ayırır axı. Xarici təsirlərdən o qoruyur. Hüceyrəni də qılaf qoruyurdu. Məsələn, daxili hissəsindəki daxildən qorunması üçün də təmin edən nə idi? Bunu da təmin edən plazmatik membran idi. Demək, bu da qorunma funksiyasını bildik. İkinci nədir? İkinci prokaryot orqanizmlər var ha. Yəni bakteriya misal götürə bilərik də, yəni nüvəsiz olanlarda. Bunlarda fotosintezdir, tənəffüsdür ki, bu proseslərə xidmət edir prokaryot orqanizmlərdə. Məsələn, bax, sianobakteriyalara aid edə bilərik bunlara. Sianobakteriya hüceyrələrində plazmatik membran başlayır çökməyə. Düşün ki, bu plazmatik membrandır. Bu başlayır çökür. Burada mezosomlar əmələ gəlir ki, onun üstündə də yaşıl-yaşıl belə klorofil pigmentlər olur. Bu da fotosintezə xidmət eləyir. Bildin? Bax bir daha deyirəm. Prokaryot orqanizmlərdə deyirəm fotosintezə xidmət edir. Niyə? Tənəffüsə xidmət edir. Çünki məsələn sianobakteriya hüceyrələrində düşün ki, bu bakteriya hüceyrəsidir. Burada plazmatik membran başlayır çökməyə. Bu çökəndə plazmatik membran burada mezosomlar əmələ gəlir. Bu mezosomların da üstünü yaşıl rəngli belə
başlayır və bu düşün ki, mezosom idi altdakı. Bu da üstdən də örtən mezosomların üstüdür. Yaşıl-yaşıl xlorofil pigmentləri olur. Xırda-xırda pigmentlər bunu örtür. Həmin bu yaşıllığı görən də günəş enerjisi o dəqiqə buna təsir edir, başlayır fotosintez prosesi getməyə burada. Aydındır? Sianobakteriyalarda deyirsən ki, prokaryot orqanizmlərdə, sianobakteriyalarda fotosintez və tənəffüs olur. Sonra gəldik üçüncü funksiyaya. Üçüncü funksiyamız əlaqə funksiyasıdır. Nədir əlaqə? Hüceyrələrin bir-biri ilə əlaqə yaratmasını təmin edir. Axı daxili ilə xarici ilə örtük. Burada saat bunu internet etdi.